Salamlar hər kəsə. Bu gün sizə ən çox soruşulan suallardan birinə cavab vermək istəyirəm. Əksər şagirdlər yenidən sıfırdan qrupun nə zaman açılacağı barədə məlumat istəyirdi. Deməli biz yay qruplarımıza start veririk. Adı yay qrupu olsa da müddəti 2 aylıq olacaq. Aprel ayının ilk həftəsindən başlayacaq və may ayının son həftəsində sonlanacaqdır. Sadəcə bu yay qrupunda keçən ilkindən fərqli olaraq biz daha çox dinləmə, mətin, söz bəzası və essenin yazılması ilə bağlı boşluqlarımızı dolduracağıq. Həmçinin də grammar tapşırıqlarının üzərində də işləyəcəyik. Dərslərimiz həftədə 2 dəfə saat yarım olmaqla davam edəcəkdir. Ehtiyac olsa əlavə də saxlanıla bilər. Həm onlayn, həm əyani şəkildə tədrisimiz olacaq. Əgər siz də növbəti tədris ilinə tam şəkildə hazırlaşmaq istəyirsinizsə, bu çox əla fürsətdir. Həm boş vaxtınızı dəyərləndirəcəksiniz, həm dərslərimiz həmişə olduğu kimi əyləncəli keçəcək, oyunlu və mükafatlı keçəcək. Yəni dərslərimdə iştirak edən şagirdlər özü çox yaxşı bilir ki, yay qrupları həqiqətən bir başqa aləm olur. Sizi də bu qruplarıma qoşulmağa dəvət edirəm. Əlaqə üçün qeyd olunan əlaqə nömrəsinə yazmaq kifayətdir. Hər birinizə uğurlar.